إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب min qablikum və iyyakum an ittaqullah. Ən birinci Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Ona görə buyurur ki, Rəbbimiz öz kəlamında biz sizə, sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi Allahdan qorxmağı tövsiyə edirik. Və Şeyx Hafız Əl-Həkəmi Rahiməhullahın İ'lam-əs-Sünnə Əl-Mənşura kitabının tədrisini davam edirik və müəllif iman haqda sualları və cavabları zikr edəndən sonra möminlərin imanda bir-birindən dərəcədə fərqləndiyini zikr edəndən sonra imanın rukunlarını ayrı-ayrılıqda təfsilatlı şəkildə zikr etməyə başlayır. Və ilk başlayır Allah Taala'ya iman haqda və deyir ki, mə mə'nəl imanu billahi azza və cəl. Allah Taala'ya iman etmək nə deməkdir? Və cavablayır və deyir ki, huvə təsdiqül cəzim min samimil qalb bi vücudi zətihi təalə. Deyir ki, qəti şəkildə səmimi qəlbdən Allah Taala'nın mövcud olduğunu, yəni zatının mövcud olduğunu təsdiqləmək. Əlləzi ləm yusbəq bi ziddin və ləm yuaqqab bihi və huvəl-əvvəlu fəleysə qabləhu şey vəl-əxiru fəleysə bə'dəhu şey vəl-zəhiru fəleysə fəvqəhu şey vəl-batunu fəleysə dunəhu şey. Deyir ki, o hansı ki əvvəldir, ondan öncə heç bir şey yoxdur və o axırdır, ondan sonra da heç bir şey yoxdur. O zahirdir, onun üzərində heç bir şey yoxdur, o batindir, ondan o tərəfə heç bir şey yoxdur. Yəni ondan əvvəl olmayıb kimsə və ondan sonra da olmayacaq. Və sonra deyir ki, həyyun qayyum əhədus saməd. Əbədi yaşayandır və qəyyumdur. Yəni, məxluqatını idarə edəndir. Sonra deyir ki, təkdir və heç kəsə də möhtac deyil. Saməd, yəni heç kəsə və heç kimə möhtac deyil. Və dəlil olaraq da gətirir ki, ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvan əhəd. O nə doğmuş, nə də doğulmuşdur. O nə doğmuş, nə də doğulmuşdur və onun bənzəri də yoxdur. Və sonra buyurur ki, وَتَوْحِيدُهُ بِالْإِلَٰهِيَّتِهِ وَرُبُوبِيَّتِهِ وَأَسْمَائِهِ وَصِفَاتِهِ. Tevhidi də uluhiyyəti ilə, rububiyyəti ilə və əsma və sifətləri, yəni ad və sifətləri ilə. Allah Taala'ya imanın mənasını qısaca açıqlayır. Və zikr etdiyi sözlərə baxsaq, görərik ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin Əbu Hüreyrənin rəvayət etdiyi hədisindən götürdüyü sözlərdir. Hansı ki, Peyğəmbər s.ə.v həmin hədisdə bəyan edir ki, o əvvəldir, ondan öncə heç bir şey yoxdur, o axırdır, ondan sonra heç bir şey yoxdur, o zahirdir, onun üzərində heç bir şey yoxdur və o batindir, ondan o tərəfə heç nə yoxdur və deyir ki, Əbu Hüreyrə Peyğəmbər sallallahu aleyhi və səlləm dua edib bu sözləri zikr edəndən sonra, yəni hədisin tamamında Peyğəmbər s.ə.v dua edib. Həmçinin hədisə baxsaq, hədisi rəvayət edən İmam Əbu Davud kitabı yatmamışdan qabaq deyilən ədəblər haqda olan fəsildə gətirib. Hansı ki, o hədisin sonunda Peyğəmbər s.ə.v dua edir ki, iqdi ənnə deynə və ağninə minəl fəqr. Bizim, yəni borclu olanımızın borcunu ödə və bizi kasıbçılıqdan varlıqla kifayətləndir. Yəni, bizi kasıbçılıqdan varlı et. Yəni, varlı olaraq kasıbçılığa kasıb etmə. Və həm bu hədis göstərir ki, Allah Taala mövcud olmağına səmim qəlbdən insan iman etməlidir. Zatına, həm sifətlərinə və bilməlidir ki, Allah Taala ucadır. Və bilməlidir ki, Allah Taala ərşə istiva edib. Necə ki, Allah Taala bəyan edib onu öz kitabında və özünə layiq bir şəkildə ərşə istiva edib. Özünə layiq və əzəmətinə layiq bir şəkildə. Həmçinin bəyan edib ki, elmi ilə Allah Taala bəndələri ilədir.
və elmi hər şeyə əhatə edib, gizlində nə varsa, aşkarda nə varsa, Allah Taala hər bir şeydən xəbərdardır və Allah Taala heç kəsə möhtac deyil, heç bir məxluqat. Əksinə, məxluqat ona möhtacdır və bir göz qırpımı belə ona möhtac olmadan dayana bilməz. Və nə gəlibsə Allaha iman haqda ona iman edirik və təsdiqləyirik xəbərləri ki, Allahdandır və hamısı doğru xəbərlərdir. Və fikir versək, sözünün sonunda Allaha imanda müəllif Allah Taala'nın tohidinə işarə edir və deyir ki, tohidin 3 qismi və ya demir 3 qismi, sadəcə deyir ki, tohidi ilə ilahiyyət, rububiyyət və əsma və sifət, yəni uluhiyyət tohidi, rububiyyət tohidi və ad və sifətlər tohidi. Ayrı-ayrılıqda suallarda bunların mənalarını zikr edəcək. Ona görə ondan sonraki sualda, 42-ci sualda deyir ki, mə huvə tevhidül ilahiyyə, uluhiyyə tohidi nədir? Ona görə fikir versək, alimlər tohidi bölməyə görərik ki, 2 etibarla bölüblər. Yəni 2 cür bölüblər. Bir, mücməl olaraq, yəni umumən, bir də təfsilatlı şəkildə. Mücməl olaraq tohidi 2 qismə bölüblər. Birinci qism, tohid-ül ma'rifə vəl isbət, yəni bilmək və isbat tohidi, hansı ki, o Allah Taala'nın rububiyyətini və ad və sifətlərini əhatə edir. İkincisi isə tohid-ül qasd və tələb və ya tohid-ül matlab vəl qasd, yəni qəsd və tələb tohidi, hansı ki, o da ibadət tohididir. Lakin təfsilatlı şəkildə 3 qismə bölürlər, necə ki, müəllif bölüb. Uluhiyyət tohidi, daha doğrusu rububiyyət tohidi, uluhiyyət tohidi və əsmə və sifət tohidi. Və ən əzəmətlisi də Allah Taala'nın əsmə və sifəti, yəni ad və sifətlər tohididir. Və müəllif burada sualda birinci uluhiyyət tohidindən başlayıb. Və deyir ki, uluhiyyət tohidi nədir? Uluhiyyət tohidi dedikdə ibadət qəsd olunur. İbadət tohidi qəsd olunur. Ona görə deyiblər ki, uluhiyyət dedikdə 2 məna başa düşülür. Birincisi, Allaha nisbətdə nə qəsd olunur? İkincisi də məxluqa nisbətdə nə qəsd olunur? Allaha nisbətdə Allah Taala'nın uluhiyyəti, yəni bəndələri üzərində məbud olması qəsd olunur. Bəndələrə nisbətdə isə bəndələrin Allah Taala'ya ibadət etməsi qəsd olunur və ibadəti ondan başqa heç kimə sərf etməməsi qəsd olunur. Və deyir ki, huvə ifradullah əzzə və cəl bi cəmi'i ənvəl ibadə. Allah Taala'nı ibadətin bütün növlərində fərdləşdirməkdir. Uluhiyyət tohidi Allah Taala'nın bütün ibadət növlərində fərdləşdirməkdir. Və ibadət də bundan əvvəlki dərslərdə demişdik ki, ibadətin mənası nədir? İbadət deyiləndə nə qəsd olunur? İbadət deyiləndə əslində 2 şey qəsd olunur. Birincisi, ət-təəbbud necə deyilir? Yəni, ibadətin özü. İkinci də ibadət olunan şey, belə deyəcək, daha düzgün olur. Məsələn, bilirik ki, namaz qılmaq ibadətdəndir. Yəni, namazı yerinə yetirmək, feil özü ibadətdir. Lakin namazın özü özlüyündə ibadət olunandır. Onunla ibadət olunandır. Və müəllif deyir ki, bütün ibadətin növləri, zahiri və batini, söz və əməl və bunların hamısında Allah Taala'nı fərdləşdirmək, yəni tək ona ibadət etmək ibadətdir. Və həmçinin bununla da kifayətlənmirsən. Nəfiyül ibadə ən kulli mə sivallahi Teala, kəinən mən kən. Allahdan qeyri nə varsa və ya kim olursa olsun, ona ibadət etməkdən uzaq olmaq. O istər canlı olsun, istər cansız olsun. İstər ən əzəmətli məxluq olsun, istər hansısa əşya olsun, ona ibadət etməkdən uzaq olmaq. Çünki Allah Taala əmr edib, yalnız ona ibadət edəsən. Ona görə müəllif deyir, وَقَدَ رَبُّكَ أَلَّا تَعْبُدُ إِلَّا إِيَّهِ. Rəbbin əmr etdi və hökm qıldı ki, yalnız ona ibadət edəsiz. Yalnız ona ibadət edəsiz. Və başqa bir ayədə buyurur ki, وَعَبُدُ اللّٰهِ وَلَا تُشْرِكُوا بِهِ شَيْءٍ. Allaha ibadət edin, ona heç bir şeyi şərik qoşmayın. Ona görə şey sözü burada qeyri-müəyyənlikdə gəlib. Və ərəb dilində belə bir qayda var. Əgər bir söz qeyri-müəyyənlikdə gəlirsə, hər şeyə əhatə edir. Yəni, heç bir şeyi Allah Taala'ya şərik qoşmaq olmaz. Və başqa ayədə buyurur ki, İnnəni ənəllah, mənəm Allah. La ilahə illə ənə, məndən başqa məbud yoxdur. Fə'budni, mənə ibadət et və aqimis salətə li zikri. Və məni xatırlamaq üçün namaz qıl. Və başqa ayələr hansı ki, müəllif buyurur ki, Allah Taala'nın
uluhiyyət təvhidinə dəlildir və la ilahə illallahı şəhadət etməyə dəlildir. Çünki la ilahə illallah özü təvhid kəlməsidir. Və la ilahə illallah kəlməsi baxsa görək ki, iki ruknu var. İsbat və inkar. İsbat edirik ki, Allahdan başqa digər ilahlar, Allahdan başqa heç kimə ibadət olunmur. Və inkar edirik Allahdan qeyri ibadət olunanları. Ona görə də ilahlar çoxdur. İlahlar çoxdur. İlahlar çoxdur. Lakin haqq ilah Allah Taala'dır. Ona görə Allah Taala başqa bir ayədə buyurur ki, "Dəlikə bi ennallahu huvel haqq." Odur ki, yəni və ya bu belədir ki, çünki Allah haqdır və ondan qeyri ibadət olunan etdikləriniz onlar batildir. Və sonra müəllif 44-cü suala keçir və deyir ki, "Mə huve diddit təvhidil ilahiyyə?" Və bu sualda təvhidə zidd olanları zikr edəcək və ondan sonra həmin o zidd olanların tərifinə keçəcək. Və deyir ki, təvhidə zidd şirkdir və ya təvhidin əksi şirkdir və ya təvhidi pozan şirkdir və o da iki növdür. Böyük şirk, hansı ki İslamdan çıxarır və kiçik şirk, hansı ki təvhidin kamilliyini aparır. Və şirk də ən əzəmətli günahdır, ən böyük günahdır. Necə ki, Abdullah ibn Məsud radiyallahu anhu rəvayət olunur ondan, deyir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdu. Və başqa bir rəvayətdə gəlir ki, mən soruşdum. Və özü soruşur Peyğəmbər sallallahu aleyhi və səlləmdən. Deyir ki, "Əyyü zənb indallahi akbar." Allah yanında və ya Allah qatında hansı günah daha əzəmətlidir? Peyğəmbər s.ə.v deyir ki, "Ən təcələ lillahi niddən və huvə xalaqaq." Allah səni yaratmış olduğu halda ona şərik qoşasan. Və deyir ki, sonra hansı? Deyir ki, "Ən təqtulə vələdəkə xəşyədə ən yat'amə mə'ək." Övladın səninlə yemək yeyər qorxusundan və ya aclıq qorxusundan, necə ki, bəzi rəvayətlərə gəlib, övladını öldürərsən. Övladın səninlə yemək yeyər deyə ondan qorxduğun üçün, yəni aclıq olar, çatmaz sənə də, onu öldürməyin şirkdən sonra ən əzəmətli günahdır. Və deyir ki, İbn Məsud radiyallahu anhu, dedim ki, sonra hansı? Dedi, "Ən təzniyə bihəliləti cəri." Qonşuvun həyat yoldaşı ilə zina etmən. Qonşuvun həyat yoldaşı ilə zina etmən. Və sonra deyir ki, Abdullah ibn Məsud, kim yəni istəyirsə ki, təsdiqləmək, yəni Peyğəmbər s.ə.v-in bu sözünü, onun təsdiqi haqda bu ayə nazil olub. وَالَّذ۪ينَ لَا يَدْعُونَ مَا اللّٰهِ إِلَٰهًا آخَرٍ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهِ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ. Onlar Allah ilə yanaşı başqa tanrıya yalvarmazlar, başqa tanrını çağırmazlar. Allahın haram etdiyi cana haqsız yerə qıymazlar və ya onu öldürməzlər. Və sonra buyurur ki, və zina etməzlər. Ona görə də şirk böyük günahdır və ən böyük günahdır. Baxmayaraq, bəzi alimlər şirkdən də böyük günahı Allahın adından yalan danışmağı vurğulayıblar. Lakin şirk cümhura görə ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə şirk ən böyük zülümdür. Ona görə Loğman öz oğluna tövsiyəsində nə deyir? Deyir ki, İnnə şirkə lə zulmün azim. Deyəndə ki, ona şirk etmə, sonra deyir ki, həqiqətən şirk əzəmətli günahdır. Və sonra müəllif böyük şirk haqda suala keçir. Onu da gələn dərsimizə saxlayırıq. Allah Taala bizi eşidib faydalardan etsin. Aqulu ma təsma'un və əstəğfirullah li və ləkum və lisa'il muslimin kulli zəm fəstəğfiru innəhu vəl-ğafurur rahim.